Hər vaxtınız xeyir, hörmətli izləyicilər, hörmətli müəllimlər, qonaqlar. Biz bu gün Azərbaycan Gənc Müəllimlər Assosiasiyası olaraq sertifikasiya hazırlaşan müəllimlər üçün dəstək marafonu təşkil etmişik və bu gün vebinarda moderator olaraq mən, Əhədov Eltac, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Gənc Fizika Müəllimlər Birliyinin sədri olaraq çıxış edəcəm. Bildiyiniz kimi, bu il sertifikasiyaya cəlb olunan fənlər fizika, kimya, biologiya, informatika, coğrafiya fənləridir. Hər bir həmkarımıza uğurlar arzulayıram. Bu gün isə biz xüsusilə fizika müəllimlərimizə dəstək üçün webinar təşkil etmişik və bizim webinarda çox hörmətli qonaqlarımız sertifikasiyaya hazırlaşan müəllimlərimizə dəstək üçün buradadırlar. İlk öncə qonaqlarımızı təqdim etmək istərdim. Azərbaycan Respublikasının Təhsil İnstitutunun təhsil işçilərinin sertifikatlaşdırma şöbəsinin müdiri Muxtar müəllim Hacıyev, 9 nömrəli tam orta məktəbin fizika müəllimi, əməkdar müəllim Sona xanım Hacılı, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə xanım Qədimova, hörmətli spikerlərimiz bugün bizimlə webinarda olacaq. Webinar zamanı bütün suallar cavablandırılacaq və öz dəyərli tövsiyələrini dəyərli spikerlərimiz bizimlə bölüşəcəklər. Bugünkü webinar AQMA-nın təşkilatçılığı, ARTI və AHİN dəstəyi ilə təşkil olunmuşdur. Webinar haqqında ümumi məlumat və çıxış üçün sözü Azərbaycan Gənc Müəllimlər Birliyinin sədri Pərvinə xanım Qədimova vermək istəyirəm. Buyurun Pərvinə xanım, söz sizdədir. Təşəkkür edirəm. Hər bir izləyicini salamlayıram. Xoş gördük sizi. Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə keçirilən artıq ikinci webinarla sizin qarşınızdayıq. Qeyd edeyim ki, bu webinarlar silsiləsi dəstək marafonu 5 mart tarixindən etibarən başlayıb və 17 mart tarixinə qədər davam eləyəcək. Webinarların keçirilməsində məqsəd 2025-ci ildə sertifikatlaşdırma imtahanına prosesinə cəlb olunan fənlər üzrə, yəni fizika, coğrafiya, biologiya, kimya və informatika fən müəllimlərinə dəstək göstərilməsi, onlara həm məzmun baxımından, həm inzibati, hüquqi təşkilatçılıq baxımından müəyyən maarifləndirmə işlərinin aparılması, sualların cavablandırılmasıdır. Yəqin ki, bu görüşə qoşulan fizika müəllimlərinin sadaladığım bu fəaliyyətlərlə bağlı sualları olacaq və həmin suallar da bu webinarda cavablandırılacaq. Qeyd eləmək istəyirəm ki, bugün fizika ayın 10-unda, yəni 10 mart tarixində coğrafiya, 12 mart tarixində kimya, 13 mart tarixində isə informatika fən müəllimləri üçün webinar keçiriləcək. Ümumi 5 fənnin hər birində iştirak edən müəllimləri maraqlandıran əsas məsələlərdən biri də metodika və pedaqogikadır ki, onunla bağlı webinarımız isə 17 mart tarixinə təsadüf eləyəcək. Həmin tarixdə qoşularaq metodika pedaqogikaya dair bütün sualların cavabını əldə edə bilərlər. Əziz müəllimlər, bir məsələyə də sizin nəzərinizi çatdırmaq istəyirəm. Keçən webinarımızda da, həmçinin bu webinarımızda da, bundan sonraki görüşlərimizdə də məzmunla bağlı verilən sualları cavablandırarkən müəllimlərimiz tərəfindən hər bir bölmə üzrə düşən mövzular, eyni zamanda həmin mövzulara dair sualların necə olması ilə bağlı suallar cavablandırılır. Amma test nümunələrinin göstərilməsi halı isə ARTI tərəfindən təşkil olunmuş teledərslərdə, yəni proqramlarda təşkil olunacaq. Həmin proqramlar isə 10 mart tarixindən etibarən Təhsil TV-nin efirində yayımlanacaq 19:30-dan başlayaraq. Yaxşı olar ki, siz bu webinarlarla bərabər həmçinin Təhsil TV-nin efirində yayımlanan ARTI-nin təşkilatçılığı ilə baş tutan teledərslərə baxasınız və orada da müəllimlər tərəfindən izah olunan hər mövzu üzrə test tapşırıqlarına nəzər yetirəsiniz. Bu sizə sertifikatlaşdırma prosesinə hazırlaşmaqda daha çox kömək olacaq.
Bu qədər. İndi isə sözü ekspertlərimizə, mütəxəssislərimizə ötürmək istəyirəm ki, onlar müəllimlərimizi maraqlandıran sualları cavablandırsınlar. Təşəkkür edirəm. Çox sağ olun Pərvinə xanım. İlk sual bizə belə ünvanlanıb. Sertifikasiyanın mahiyyəti haqqındadır. İlk sualımızı Muxtar müəllimə ünvanlayacağam. Gəlin əvvəlcə sertifikatlaşdırma prosesinin mahiyyəti haqqında sertifikatlaşdırma prosesi hansı məqsədlə həyata keçirilir? İlk öncə salamlayıram hər kəsi. Muxtar Hacıyev, Təhsil İşçilərinin Sertifikatlaşdırılması şöbəsinin müdiri. Sertifikatlaşdırma prosesi qısaca olaraq bizim müəllimlərin peşəkarlıq səviyyələrini və peşə yararlılıqlarının yoxlanması məqsədilə həyata keçirilir. Burada məqsəd müəllimlərimizin özlərində işləməyə sövq eləmək, hansı ki biz buna nail olduq və bizim müəllimlərimizin böyük bir qismi bu sertifikatlaşmadan uğurla keçdi və növbəti müəllimlərimiz də eyni uğurla keçəcəyinə əminik və uğurlar arzulayırıq. Mən qısaca sertifikasiya prosesi haqqında məlumat vermək istəyirəm icazənizlə və proses hansı mərhələlərdən ibarətdir, necə həyata keçirilir. Təbii ki, biz bunu artıq 3 ildir təkrarlayırıq, amma gənc müəllimlərimiz, yeni müəllimlərimiz var ki, qoşulacaqlar prosesə. Biz onlar üçün də bir təkrarlayaq məsələləri. Sertifikasiya prosesi ümumilikdə 2 mərhələdən ibarət olur. Test imtahanı mərhələsi və müsahibə mərhələsi. Test imtahanı mərhələsi 120 dəqiqədən ibarətdir. Bu 120 dəqiqə ərzində müəllimlərimizə 60 sual ünvanlanır. Hansı ki, bu sualların hər biri 1 balla qiymətləndirilir. Nəticə etibarilə səhv yazdığınız heç bir sual düz sualdan bal götürmür, bal aparmır və minimum 30 bal toplamış müəllimlərimiz test imtahanı mərhələsini uğurla yekunlaşdırmış hesab edilir və sonraki mərhələsi müsahibə mərhələsidir. Müsahibə mərhələsində də müəllimlərimizə 15-20 dəqiqə civarı vaxt ayrılır ki, bu vaxt ərzində onlara bizim komissiyamız sualları ünvanlayır. Bu sualların nəticəsində 40 baldan 20 bal toplamış müəllimlərimiz minimum keçid balını ödəmiş hesab olunur və nəticə etibarilə müəllimlərimiz 50 bal toplayaraq sertifikasiyadan uğurlu keçirmiş hesab olunur və növbəti 5 il artıq prosesindən azaddırlar. Çox sağ olun Muxtar müəllim. Növbəti sual belədir ki, sertifikatlaşdırma hansı mərhələlərdən ibarətdir və nə qədər bal toplamaq kifayət edir ki, növbəti mərhələyə keçsinlər? Aydındır. Bayaq dediyim kimi minimum 30 bal toplamaq test imtahanı mərhələsindən, 20 bal müsahibə mərhələsindən toplamaq, ümumilikdə 100 mümkün baldan 50 bal toplamaqla müəllimlərimiz sertifikasiyadan uğurlu keçmiş hesab edilirlər və növbəti 5 il bu prosesdən azaddırlar. Ümumilikdə sertifikasiya test imtahanı mərhələsi və müsahibə mərhələsindən ibarətdir. Çox sağ olun. Növbəti sual belədir. Tez-tez verilən suallardan biri də sertifikatlaşdırma prosesinə kimlər cəlb olunması ilə bağlıdır. Bu prosesdə kimlər iştirak edəcək, kimlər isə yox? Sertifikasiya prosesində iştirak edəcək müəllimləri deyim birinci. Sertifikasiya prosesində çalışmanın yaş həddinə çatmamış və minimum 3 ildən artıq stajı olan, dövlət ümumi təhsil müəssisələrində 3 ildən artıq stajı olan müəllimlərimiz iştirak edə bilər. Kimlər iştirak edə bilməzləri deyim, üzr istəyirəm, hamilə xanımlarımız, uşağının 3 yaşına dək sosial məzuniyyətdə olmuş və sosial məzuniyyətdən 1 ildən az müddətinə qayıtmış müəllimlərimiz, az yaşlı uşağını böyüdən kişi valideynlər, yəni kişi müəllimlərimiz, hal-hazırda müddətli müqavilə ilə işləyən müəllimlərimiz sertifikasiya prosesindən azaddırlar. Əlavə olaraq onu qeyd edeyim ki, 60 yaş və 60 yaşın üzəri müəllimlərimiz isə könüllü şəkildə iştirak edə bilərlər. Çox sağ olun ətraflı məlumat üçün. Maraqlı bir sual bizə daxil olub. Bildiyiniz kimi fizika elə bir fəndir ki, bura suallar daha çox qrafik təsvirlərlə təqdim olunur. Bəs 50 olan şəxslər, daha dəqiq desək, görmə məhdudiyyəti olan şəxslər sertifikatlaşdırmanın test mərhələsində necə iştirak edəcəklər? Aydındır. Bu sual çox maraqlı sualdır. Biz bunu MİQ-də də, sertifikasiyada tətbiq edirik. Birinci qrup gözlənilən müəllimlərimiz üçün biz onların yanına fəndən az da olsa bilib, belə deyək də, məlumatı olan bir namizəd salırıq
Həmin namizəd onun nəzarətçi salır. Həmin nəzarətçi onunla əyləşir imtahanın sonuna qədər. Əlavə olaraq həmin müəllimimizə 60 dəqiqədə vaxt veririk və qrafik suallar onlar üçün yazılı suallarla əvəzlənir və onlar yazılı sualları cavablayırlar. Onların qrafik suallarının əvəzinə onlara yazılı suallar verilir və yazılı sualları cavablayırlar. Çox sağ olun Muxtar müəllim. Növbəti sual belədir. Təhsil verən hər hansı bir səbəbdən sertifikatlaşdırmada iştirak edə bilmədikdə nə baş verəcək? Bayaq sadaladığım faktorlar var idi ki, hansı ki, sertifikasiya prosesindən azaddırlar. Əgər o faktorların heç birinə aid deyilsə, iştirak etməmək səbəbi həmin il üçün müəllim sertifikasiyadan keçməmiş hesab olunur və ona bir dəfə növbəti şans verilir ki, bir il sonra həmin müəllim yenə eyni qaydada sertifikasiya prosesində iştirak edir. Əgər test imtahanı mərhələsindən müəllim uğursuz olubsa, hər hansı bir iştirak etməyibsə və yaxud da ki, növbəti il test imtahan mərhələsinə dəvət olunur, eyni qaydada müsahibədən uğursuz olubsa və ya iştirak etməyibsə, növbəti il müsahibəyə dəvət olunur. Çox sağ olun Muxtar müəllim. Ən çox müəllimləri düşündürən suallardan biri də bizə ünvanlanıb. Sual belədir ki, ikinci mərhələ, yəni müsahibə mərhələsində müəllimlər hansı mediallar əsasında qiymətləndiriləcəklər? Burada müəllimlərimizə 5 meyar təqdim olunur. Meyarlardan ən vacibi özünü təqdim etmə bacarığı, proqram üzrə mövzunu təqdim etmə bacarığı, təhsil alanları qiymətləndirmə bacarığı, pedaqoji prosesi təşkil etmə bacarığı və ünsiyyət bacarığı yoxlanılır. Ümumilikdə 40 ballıq sistem üzərindən yoxlanılır və bu proseslərdən yekunda minimum keçid balı, yəni 20 bal toplayan müəllim bu prosesdən uğurlu keçmiş hesab olunur və müəllimlərə bu proseslərin belə deyək də, müsahibə mərhələsinin müddəti 15-20 dəqiqə civarında dəyişir. Çox sağ olun Muxtar müəllim. Yenidən suallar olarsa sizə ünvanlayacağıq. İndi isə gəlin webinarı Sona xanımla davam etdirək. Buyurun Sona xanım, məzmunla bağlı söz sizdədir. Sona xanım, zəhmət olmasa mikrofonu yandırardınız. Çox üzr istəyirəm. Mənim diqqətimi cəlb eləməyib. Salam dəyərli həmkarlar. Artıq çap olunmuş və bu il sertifikatlaşma prosesində istifadə olunacaq çərçivə sənədinə nəzər yetirək. Diqqətinizə çatdırım ki, bu sənəd ilə siz RT.edu.az saytına daxil olub, oradan əldə edərək tanış ola bilərsiniz. Gəlin sizinlə birlikdə çərçivə sənədinə baxaq. Çərçivə sənədini siz artıq ekranda görürsünüz. İlk əvvəl sənəddə diqqətimizi cəlb edən əsas məqam odur ki, fizika fənni 3 məzmun sahəsi üzrə əhatə olunub. Hər bir məzmun sahəsi üzrə isə sual sayı da sənəddə öz əksini tapıb. Yəni, sertifikatlaşma imtahanlarında biz məzmun sahəsini əhatə edən, gördüyünüz kimi, fiziki hadisələr, qanun və qanuna uyğunluqlar üzrə 20 sual, maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər üzrə 15 sual və eyni zamanda eksperimental fizika və müasir həyat məzmun sahəsi üzrə isə 15 sual olmaqla fənn üzrə 50 sualdan ibarət test tapşırıqları ilə qarşılaşmalı olacaq. Bu məzmun sahələri demək olar ki, orta məktəbin fizika proqramını tam əhatə edir. Və 7-ci sinifdən 11-ci sinifə qədər demək olar ki, bizim orta məktəbdə keçdiyimiz mövzuların hər birisi bu məzmun sahələrində tam əhatə olunub. Çərçivə sənədində eyni zamanda sualların məzmun sahələri üzrə hansı bölmələri əhatə etdiyini də biz görürük. Bu bölmələr hansılardır? Mexanika bölməsi, molekulyar fizika, elektrodinamika, optika və kvant fizikasıdır.
Və bu bölmələrin hər birinin isə əhatə etdiyi mövzular öz əksini tapıb. Hörmətli müəllimlər, gözlənilir ki, bizim sertifikatlaşma imtahanlarında rastlaşacağımız tapşırıqlar baxdığımız məzmun sahələri üzrə mövzuları əhatə edərək müxtəlif çətinlik səviyyəsində olmaqla eyni zamanda bildiyimiz kimi orada qrafiklər, keyfiyyət tipli tapşırıqlar, hesablama məsələləri, eyni zamanda düstur, vahid, cihaz, tərif xarakterli test tapşırıqları da olacaq. Ona görə də məzmun sahələri üzrə mövzuları bir daha nəzərdən keçirən zaman bu məsələləri də diqqətdə saxlamalıyıq. Çərçivə sənədində verilən bölmələr və mövzuların hər birisini biz orta məktəbdə hal-hazırda dərs dediyimiz proqrama tam uyğun olduğunu görürük və eyni zamanda bunu da diqqətinizə çatdırmalıyıq ki, biz hər gün dərsə daxil olan zaman şagirdlərlə apardığımız araşdırmalar, formativ və summativ qiymətləndirmədə istifadə etdiyimiz tapşırıqlar əlbəttə ki, çətinlik dərəcəsi nəzərə alınmaqla bu mövzuları əhatə edir. Yəni, çərçivə sənədində bizim orta məktəbdə tədris etdiyimiz proqrama uyğun, lakin müəllim yönümlü tapşırıqların olması gözləniləndir. Və sizinlə birlikdə gəlin bu mövzuları bir nəzərdən keçirək. Əziz müəllimlər, çərçivə sənədimizdə birinci bölmə gördüyünüz kimi mexanika bölməsidir. Mexanika bölməsində başlayan birinci mövzu düz xətli, bərabər sürətli və dəyişən sürətli hərəkətdir. Maraqlıdır. Bu mövzunun altında bizə hansı tip tapşırıqlar düşə bilər? Aydın məsələdir ki, bu mövzuya aid qrafiki məsələlər, keyfiyyət məsələləri, kifayət qədər bu tipli məsələləri əhatə edən test tapşırıqları bizim qarşımıza çıxa bilər. Və mexaniki hərəkət, onun növləri, skalyar və vektorial kəmiyyətlər, vektorların proyeksiyaları, düzxətli bərabər sürətli hərəkət, yer dəyişməyə və yola görə sürət, ani sürət, hərəkətin nisbiliyi, sürətlərin toplanması, düzxətli dəyişən sürətli hərəkət və s. Hətta düzxətli bərabər təcilli hərəkət və bu söylədiyimiz düzxətli bərabər sürətli, bərabər təcilli hərəkəti xarakterizə edən kinematik kəmiyyətlərin zamandan asılılıq qrafikləri. Və eyni zamanda bizim saydığımız mövzulara aid, yəni burada müəyyən fiziki kəmiyyətlər olacaq ki, məsələn, sürətin, təcilin, zamanın, yol və yer dəyişmənin, ölçü cihazları, onların vahidləri və bu tipli tapşırıqlar bizim qarşımıza çıxılmağı gözləniləndir. Bundan əlavə, növbəti mövzulardan biri Newton qanunlarıdır və ya statikanın əsaslarıdır. Bax, bu mövzularda da biz eyni zamanda bizim qarşımıza hansı suallar çıxa bilər? Əlbəttə ki, Newton qanunlarına aid, ətalət hesablama sisteminə, Qalleyin nisbilik prinsipi, ətalətlilik, cismin kütləsi və maddənin sıxlığı, qüvvə, əvəzləyici qüvvə, qüvvələrin toplanması və ya statikanın əsaslarında cismin tarazlıq şərtləri, irəliləmə hərəkətində olan cismin tarazlıq şərti, fırlanma oxu olan cisimlərin tarazlıq şərti, momentlər qaydası, qüvvə momenti, tarazlığın növləri, bunların içərisində dayanıqlı, dayanıqsız və fərqsiz tarazlıqlar, sadə mexanizmlər, onların iş prinsipi, mexanikanın qızıl qaydası və s. Və eyni zamanda yenə də bu söylədiyimiz mövzulara aid, yəni öyrənəcəyimiz yeni fiziki kəmiyyətlərə aid cihazlar, ölçü cihazları, bunlara aid düsturlar, bunlara aid qrafiklər aydın məsələdir ki, bu bizim qarşımıza çıxası test tapşırıqları bax bu sahələri əhatə edəcək. Sonra bizim növbəti gələn mövzumuz ümumdünya cazibə qanunu və ağırlıq qüvvəsidir. Bax, bu mövzu altında isə bizim hesab edirik ki, qarşımıza çıxası tapşırıqlar qravitasiya sahəsini, ümumdünya cazibə qanununu, qravitasiya sahəsinin intensivliyini, ağırlıq qüvvəsini
Ağırlıq qüvvəsinin təsiri altında hərəkəti. Mən bilirəm ki, sizin hər birinizi bu sual daha çox maraqlandırır. Cisimlərin sərbəst düşməsini, cisimlərin sərbəst düşmə təcilini və bu kimi suallar hesab edirəm ki, yəni bu kimi məzmunları əhatə edən suallar bizim qarşımıza çıxacağını hesab edirəm. Və daha bir mövzunu da deyim. Məsələn, bərk cisimlərin, mayelərin və qazların təzyiqini və yaxud Arximed qanununu, yəni burada da bizə təzyiqdən, təzyiq qüvvəsindən, maye və qazların təzyiqi, Paskal qanunu, mayələrin hidrostatik təzyiqi, atmosfer təzyiqi, birləşmiş qablar qanunu, atmosfer təzyiqinin hündürlükdən asılı olaraq dəyişməsi, Arximed qanunu, cisimlərin üzmə şərti və bunlara aid cihazlardan manometrlər, birləşmiş qablar və ümumiyyətlə biz bunları çox saya bilərik sizinlə. Yəni burada sizin vaxtınızı alıb siyahını uzatmaq istəmirəm. Necə ki, bu söylədiyim bölmələrdə hər hansı bir məzmun, bölmələr içərisindəki mövzular üzrə sadaladığım məlumatlara uyğun tapşırıqların düşmə ehtimalının çox olacağını biz hesab edirik. Və bunun kimi də çərçivə sənədində verilmiş bütün mövzular haqqında biz bu tipli danışa bilərik, amma gəlin vaxtınızı çox almayım. Sizləri maraqlandıran suallara cavab verməyin daha çox arzu olunan olduğunu hesab edirəm. Buyurun Eltac müəllim. Çox sağ olun ətraflı məlumat üçün Sona xanım. Bizə belə bir sual daxil olub ki, yeni 7-ci sinif dərsliyində Arximed qüvvəsi yoxdur. Bəs bununla bağlı sual olacaqmı? Tamamilə çox düzgün vurğuladınız Eltac müəllim. Mən ona görə də fikir verirsinizsə, yəni mövzulara toxunanda Arximed qüvvəsinin, Arximed qanunu haqqında da dedim, yəni adını çəkdim. Yəni hesab edirəm ki, bu çərçivə sənədində əgər Arximed qanunu yazılıbdırsa, bax özünüz də çərçivə sənədini burada görürsünüz. Deməli, bu tipli tapşırığın bizim qarşımıza çıxılmağı gözləniləndir. Bəs onda siz sual edirsiniz ki, təzə 7-ci sinifdə bu yoxdur. Bu necə ola bilər? Bəli, təzə 7-ci sinifdə yoxdur. Ola bilsin ki, növbəti illərdə bu bizim növbəti illərdə çap olunacaq dərsliklərimizdə öz əksini tapsın. Amma bizim hal-hazırda sertifikasiyaya cəlb olunan müəllimlərimiz artıq belə deyək, əgər yeni işə qəbul olunmuş müəllimdirsə, o 3 ildir dərsləyir. Amma digər müəllimlər isə 3 ildən çox auditoriyaya daxil olublar. Və onlar bu mövzunu dəfələrlə keçiblər. Həm ali məktəbə daxil olanda, həm işə qəbul olanda, həm də illərdir tədris etdikləri mövzudur. Ona görə də mən hesab edirəm ki, bu tipli tapşırığın həmin o test tapşırıqları içərisində olması gözləniləndir və heç bir problem də yaratmamalıdır. Çox sağ olun Sona xanım ətraflı məlumat üçün və ən çox soruşulan suallardan biri də budur ki, sualların çətinlik səviyyəsi nəyə əsasən müəyyənləşəcək? Sualların çətinlik səviyyəsini əslində biz cavab verə bilmərik. Yəni bunu artıq rəhbərlik təyin edəcək. Amma mən bayaq çıxışımda da qeyd etdim ki, biz şagirdlər üçün summativlər, kiçik və böyük summativlər hazırlayırıq. Həmin summativləri hazırlayan zaman biz, düzdür, sinifin səviyyəsini nəzərə alaraq bəzən bu tapşırıqları hazırlayırıq. Amma ümumilikdə isə götürdüyümüz 100 ballıq tapşırığın içərisində çətinlik səviyyəsi 1-ci, 2-ci, 3-cü olmaqla tapşırıqları əhatə edir. Yəqin ki, hesab edirəm ki, bizim qarşımıza çıxası həmin o 50 sualın içərisində də həm çətin, həm orta, həm asan tapşırıqlar olacaq. Amma da bunun hansı mövzudan çətin, hansı mövzudan asan və yaxud da orta tapşırığın olacağını mən hesab edirəm ki, bu dəqiqə bu auditoriyada olan heç kəs bilmir.
Yəni bu sonda yəqin ki, mütəxəssislərə veriləsi bir texniki tapşırıq olacaq. Çox sağ olun Sona xanım ətraflı məlumat üçün. Növbəti sualımız Muxtar müəllim Hacıyevadır. Müddətli əmək müqaviləsi ilə çalışan müəllimlər təhsil verənlərin sertifikatlaşdırma prosesinə cəlb olunacaqlar. Sualın cavabı belədir. Əgər müəllim hal-hazırda müddətli fəaliyyətlə məşğuldursa, xeyr, sertifikasiya prosesinə cəlb olunmur. Çox sağ olun məlumat üçün. Və məzmunla bağlı belə bir sual da var. Son xanım sizə vermək istəyərdim. Bu ümumdünya cazibə ilə bağlı, üfüqə bucaq altında atılma ilə bağlı ən çox verilən suallardan biri də budur ki, bununla bağlı sual sertifikasiyaya düşəcəkmi? Çox sağ olun Eltac müəllim. Siz diqqət etdinizsə Eltac müəllim, mən öz çıxışımda onu vurğuladım. Yəni Ümumdünya Cazibə Qanunu ağırlıq qüvvəsi bölməsi altında sadaladığım mövzuların içərisində ağırlıq qüvvəsinin təsiri altında hərəkətini çəkdim. Yəni ağırlıq qüvvəsinin təsiri altında hərəkəti deyəndə biz nələri nəzərə alırıq? Şaquli yuxarı atılmış, şaquli aşağı atılmış, başlanğıc sürətlə və yaxud da sərbəst düşən cisimlərin hərəkətini, eyni zamanda üfüqi istiqamətdə və üfüqə bucaq altında atılmış cisimlərin hərəkətini. Bu demək olar ki, ağırlıq nasıl var deyəsən, hə? İltac müəllim, bu məndəndir, yoxsa sizdəndir? Məndə bağlıdır. Şaquli aşağı atılmış. Deməli, ağırlıq qüvvənin təsiri altında hərəkətdə, bax, bayaq söylədiyimiz hərəkətlərin hamısı nəzərə alınır. Və müəllimlər bəlkə birdən fikirləşər ki, bu bizim dərslikdə yoxdur. Bəli, hal-hazırdakı dərsliyimizdə yoxdur. Amma bu bizim müəllimlərin şagirdlər üçün bəlkə də bu bir çətinlik yaradar, amma şagirdlər üçün də çətinlik yaratmayacaqdır. Onlar riyaziyyat dərsi də keçirlər, riyaziyyatdan vektorların toplanmasında keçirlər, proyeksiyanı da keçirlər, düzdürmü? Onlar funksiyanı da keçirlər. Yəni demək olar ki, müəyyən biliklərinə söykənərək bu tapşırıqları asanlıqla yerinə yetirə bilərlər. Və bir halda ki, ağırlıq qüvvənin təsiri altında hərəkət çərçivə sənədində öz əksini tapıb, gözləniləndir ki, bu tapşırıq sertifikatlaşma imtahanında bizim qarşımıza çıxsın. Amma belə bir məsələni də mən diqqətə çatdırmaq istəyərəm. Bayaq Pərvinə xanım belə bir çıxışında belə bir söhbəti vurğuladır ki, video dərslər çəkilir, yəni sertifikatlaşmada iştirak edən müəllimlərə kömək məqsədi ilə teledərslər çəkilir. Həmin o teledərslərdə biz arzu edərdik ki, Pərvinə xanım, bu mövzulara toxunulsun. Yəni, ağırlıq qüvvənin təsiri altında hərəkətə toxunulsun ki, müəllimlər bir də bunu yaddaşlarına salsınlar və hadisələrə necə yanaşmaqlarını və yaxud da hansı tipli tapşırıqların olacağını görsünlər. Və eyni zamanda Pərvinə xanım, biz arzu eləyərdik ki, Arximed qanununa aid də teledərslərdə bir video çəkilsin ki, bu müəllimlərə çox böyük dəstək olur. Və müəllimlər heç də bu suallardan qorxmasınlar. Bu, onların baza biliklərinə, köhnədən olan biliklərinə və eyni zamanda onların riyazi bacarıqlarına əsaslanan tapşırıqlardır. Yəni, elə bir çətin tapşırıqlar olacağını mən hesab etmirəm. Ətraflı məlumat üçün Sona xanım, çox sağ olun. Növbəti sualımız Muxtar müəllimədir. Müsahibə mərhələsində ballar necə hesablanır? Müsahibə mərhələsində ballar necə hesablanır? 40 ballıq sistemdir. Hər mövzu üçün bayaq sadaladığım mövzular vardır. Özünün təqdim etmə bacarığı, proqramizm mövzunun təqdim etmə bacarığı, pedaqoji prosesi təşkil etmə bacarığı, ünsiyyət bacarığı, təhsil alanları qiymətləndirmə bacarığı. Təbii ki, bunların hər birinin alt hesablanma qaydası var. Sadəcə onunla bağlı məlumat verməyimiz məncə düzgün olmaz.
Onda müəllimlərimiz hansınsa vacib, hansınsa daha az vacib olduğunu fikirləşib birinin üzərində daha çox işləyəcəklər. Amma ümumilikdə, yəni də deyirəm də 40 ballıq sistemdir və minimum 20 bal toplayan müəllimimiz oradan uğur qazanmış hesab olunacaq. Amma biz təəssüf olsun ki, mən hansının daha vacib, hansının daha az vacib olduğuna heç bir məlumat verə bilmərəm. Çox sağ olun, Muxtar müəllim. Növbəti sualımız belədir ki, müsahibə mərhələsində tələb olunan minimum balı toplamadıqda nə baş verəcək? Aha. Müsahibə mərhələsində minimum bal 20 baldır. Əgər müəllim test imtahan mərhələsində uğur qazanıb müsahibədə minimum keçid balını keçməyəcəksə, müəllim növbəti il test imtahan mərhələsindən azaddır. Ancaq müsahibə mərhələsinə dəvət olunacaq və ancaq müsahibədə iştirak edəcək. Çox sağ olun, Muxtar müəllim. Növbəti sual belədir. İzləyicimiz Elcan Cəfərli yazıb. Salam. Deməli, sual belədir ki, 2 il 7 ay staja 2 il 7 ay staja sertifikasiyaya girmək istəyirəm. Nə edə bilərəm? Müəllim 1 ildə gözləyib növbəti il girə bilər. Bu il üçün, yəni könüllü əsaslarla və yaxud da digər əsaslarla mümkün deyil. Sadəcə müəllimin 3 ili tam şəkildə tamam olmalıdır, təqvim ili ilə tamam olduqdan sonra növbəti il iştirak edə bilər. Çox sağ olun müəllim. Ətraflı məlumat üçün Sona xanıma sual ünvanlanıb. Sevinç Dəmirova adlı istifadəçi hansı dərsliklərdən istifadə etmək lazımdır? Belə bir sual ünvanlanıb. Çox sağ olun Eltac müəllim. Maraqlı sualdır. Dərsliklər, yəni hal-hazırda orta məktəbdə işlədilən, qüvvədə olan dərsliklərdən. Yəni 7-ci sinifdən 11-ci sinifə qədər hal-hazırda orta məktəbdə hansı kitablardan, hansı dərsliklərdən dərsi tədris edirlərsə, müəllimlər həmin dərsliklərdən də istifadə etsinlər. Çox sağ olun, Sona xanım, ətraflı məlumat üçün. Növbəti sual Vüsala Paşayeva adlı istifadəçidəndir. Sual belədir ki, relativistik mexanika bölməsinə aid suallar düşəcəkmi? Belə bir sual ünvanlayıb. Mən ona görə də, çox sağ olun Eltac müəllim, mən ona görə də çıxışımın əvvəlində qeyd elədim ki, RT Edu.az saytına daxil olaraq çərçivə sənədini endirin və bu çərçivə sənədini diqqətlə izləyin. Çərçivə sənədində öz əksini tapmayan suallar mən hesab edirəm ki, bizim qarşımıza çıxmayacaq. Çox sağ olun Sona xanım. Muxtar müəllimə sual ünvanlanıb. Deməli, analıq məzuniyyətindən aprelin 1-i qayıdıram, 2018-ci işə qəbul olmuşam, sertifikasiya düşürəmmi? Ya könüllü iştirak edə bilərəmmi? Aprelin 1-i qayıdırsa, onun müəlliməmizin 1 ili növbəti ilin aprelində tamam olur və 1 ili tamam olandan sonra 2026-cı ildə keçiriləcək sertifikatlaşdırma prosesində iştirak edə bilər. Amma bu ilki sertifikatlaşdırma prosesində təəssüflər olsun ki, könüllü iştirak hüququ yoxdur. Könüllü iştirak hüququ yalnız 60+ müəllimlərimizə aiddir. Çox sağ olun. Növbəti sual Sona xanım sizədir. Yenilənmiş 7-ci sinifdə məzmun xətləri 6 hesab olunur, digərlərində hələ ki 3. Suallar necə tənzimlənəcəyi maraqlıdır. Necə tənzimlənəcəyi. Çox sağ olun Eltac müəllim. Biz çərçivə sənədini oxuyanda 3 məzmun sahəsini əhatə edən 50 sualdan ibarət test tapşırığının qarşısına çıxacağımızı söylədik. Ona görə də hörmətli müəllim, bizim çərçivə sənədində nəzərdə tutulmuş tapşırıqlardan başqa digər tapşırıqlar yəqin ki, hesab edirik ki, bu qarşımıza çıxacaq 50 sualın içərisində olmayacaq. Yəni ümid edirik ki, olmayacaq. Hesab da edirik, ümid da edirik, arzu da edirik və gözləyirik. Yəni bu sahədən heç bir nigarançılığınız olmasın. Çox sağ olun Sona xanım, ətraflı məlumat üçün. Ən çox bu məzmunla bağlı suallar, sualların hansı vəsaitlərdən və ya dərsliklərdən istifadə olunması, necə tip düşəcəyi,
soruşurlar sualların belə deyək, ağırlıq səviyyəsi necə olacaq, çətin olacaq, asan olacaq. Ən çox verilən suallar bunlardır. Bunlar haqqında olarmı? Biraz da məlumat verəsiniz. Əslində İltac müəllim, mən özümü də maraqlandırır o. Ki bu suallar necə olacaq? Çətinliyi necə olacaq? Bu ümumiyyətlə hər bir imtahana, istəyir sertifikatlaşma imtahanı olsun, istəyir digər bir imtahan olsun, hər bir imtahana gedəndə hər kəsi maraqlandıran bir sualdır. Amma bu sualı nə mən, nə İltac müəllim, nə heç birimiz bunu bilmirik. Bu yəqin ki, imtahanda kimlərə ki bu tapşırığı, bu sualları yığmaq tələb olunacaq, həmin adama da verilmiş texniki bir tapşırıq olacaqdır ki, bu ancaq o proses başlayanda bilinən bir söhbətdir. Amma hər halda gözlənilən bir dənə budur ki, bunların içərisində çətin, orta, asan da olmaqla 50 tapşırıq olacaq və bu tapşırıqlar bizim hər birimizin, hər gün auditoriyaya girəndə, hər gün sinif qarşısında keçdiyimiz, araşdırdığımız tapşırıqları, məsələləri əhatə edəcək. Bizim şagirdlərlə formativ, summativ qiymətləndirmə aparan zaman yazdığımız tapşırıqlar tipli tapşırıqlar olacaq. Amma deyə bilmərik həmin tapşırıqlar olacaq. Həmin tapşırıqlar şagird yönümlüdür, şagirdlərə yönlənib. Amma bu tipli tapşırıqlar isə artıq müəllim yönümlü. Yəqin ki, şagirdlərə verilən suallar çətinliyində yox, bir qədər onun üst hissəsində olan bir suallar olacaqdır və eyni zamanda Elvin müəllim, bunu bir də diqqətinizi çatdırıram ki, Pərvinə xanım bayaq çıxışında vurğuladı ki, həmin tapşırıqlara uyğun video dərslər hazırlanır. Yəqin ki, o video dərslərdə nümunələr, göstərilən tapşırıq nümunələri bizim gələcəkdə sertifikatlaşma imtahanında qarşımıza çıxan nümunələrə yaxın nümunələr olacaq. Və bir də bundan əvvəlki webinarda mən Nəzakət xanımın çıxışını izləyəndə onun belə bir fikir söylədiyini şahid oldum ki, səhv eləmirəmsə aprel ayının axırı, may ayının əvvəli sınaq imtahanı keçiriləcəkdir və sınaq imtahanları da təqribən imtahana yaxın sualları əhatə edəcəkdir. Yəqin ki, biz bu prosesə ciddi hazırlaşaq, birinci növbədə bu prosesə ciddi hazırlaşaq, ciddi hazırlaşaraq səbrlə aprel-may ayını gözləyək. Yəqin ki, orada bizim rastlaşacağımız tapşırıqlar hər birisi bizim üçün, bax bu dəqiqə bizi maraqlandıran məsələlərə aydınlıq gətirəcək. Amma ümumilikdə hörmətli müəllimlər, mən də, Eltac müəllim də, hər birimiz fizik olaraq bir məsələni tam başa düşməliyik ki, orada bizim qarşımıza çıxan tapşırıqlar bizim hər gün auditoriyaya girib şagirdlərlə bölüşdüyümüz tapşırıqlar olacaqdır. Əgər biz bunları yerinə yetirmişiksə, öz işimizə məsuliyyətlə yanaşmışıqsa və öz təhsil proqramımızı, dərs dediyimiz fənnin proqramını gözəl mənimsəmişiksə, mənə belə gəlir ki, bu bizim üçün çətin olmayacaq. Çox sağ olun, Sona xanım, ətraflı məlumat eləmək istəyirdim, icazənizlə. Sualların çətinlik məsələsi, yəni standart bir testlərin standartı var ki, asan suallar nə qədər olmalıdır, çətin suallar, orta suallar. Yəni bu standartlar beynəlxalq, lokal, bütün standartlar qorunmaq şərtinə hazırlanır. Yəni və hazırlanacaq. Yəni bununla bağlı müəllimlərimizin xüsusi narahat olmalarına ehtiyac yoxdur ki, görəsən çoxlu çətin olacaq, görəsən vaxt aparan suallar olacaq. Belə bir məsələ yoxdur. Suallar 120 dəqiqə ərzində 60-ının da, yəni 50-si, 50 ixtisas, onun da metodika yazıla biləcək suallardır. Onunla bağlı yəni qətiyyən narahat olmaya bilərlər və yəni orada yəni xüsusi bir tapşırıq olmur. Tapşırıq ondan ibarət olur ki, beynəlxalq standartlar, lokal standartlar nədirsə, suallar onu gözlənilməklə hazırlansın. Və Sona xanım çox düzgün vurğuladı ki, Nəzakət xanımın bildirdiyi kimi aprel ayının sonu, may ayının əvvəli sınaq imtahanları başlayacaqdır ki, bu sınaq imtahanlarında da siz imtahanın, əsas sertifikasiya imtahanının necə olacağının hardasa belə deyək də, sizdə bir təsəvvür yaranacaq ki, imtahanda necə olacaq.
Çox sağ olun ətraflı məlumat üçün Muxtar müəllim. Sual sizə ünvanlanıb Yaqut Əmrullayeva adlı istifadəçidən. Sertifikasiya imtahanı təxminən nə vaxt olacaq, hansı ayda olacaq? Təcrübə onu göstərir ki, biz həmişə sertifikasiya prosesini iyun ayında həyata keçiririk. Yenə də onunla bağlı məlumatı Elm və Təhsil Nazirliyi, mütləq artı hər bir tabi qurum vaxtında paylaşacaq. Vaxt təyin olunan kimi, rəsmiləşən kimi onunla bağlı məlumat veriləcək. Amma yenə də deyirəm də bu iyunda ola bilər, iyulda ola bilər, amma əsasən bizim gözlədiyimiz yay belə deyək də müəllimlərin müddətli müqaviləsi, müddətsiz müqaviləsi bitdikdən sonra iyunun 14-dən sonra onunla bağlı yəqin ki, daha dəqiq məlumatımız olacaq. Təbii ki, daha tez olacaq məlumatımız, amma proses ondan sonra baş verir. Yəni müəllimlərin müqaviləsi bitdikdən sonra. Çox sağ olun ətraflı məlumat üçün. Belə bir sual daxil olub bizə. Sınaq onlayn olacaq ya əyani? Sınaq onlayn şəkildə həyata keçiriləcəkdir. Çox sağ olun. Gülər Sanayalı adlı istifadəçi bizə belə bir sual ünvanlayıb. Nazirin son çıxışında belə bir ifadə işlətmişdi. Bu il birinci mərhələdən imtahan verənlərin ikinci mərhələsi 2026-da olacaq. Belə başa düşürəm, müsahibəyə gələn olacaq. Yəqin ki, cənab nazirin çıxışından tam şəkildə başa düşülməyib, vətəndaşlar başa düşməyib nə demək istəyir cənab nazir. Belə bir şey planda yoxdur. Yəni cənab nazir demək istəyiyordur ki, 2025-ci ildə fizikanın misal üçün böyük bir qismi imtahan verəcək. Hansı ki, xırda bir hissəsi var ki, 3 ili gələn imtahan olacaq. O müəllimlər 2026-cı ildə test imtahan mərkəzinə dəvət olunacaqlar. Cənab nazirin dediyi bundan ibarətdir. Bir də belə bir sual bizə daxil olub ki, sınaqlar yəni neçə sınaq olacaq? Onlayn neçə sınaqlar olacaq? Bununla bağlı tam qərarlar, sınaqlar təyin olunan kimi yenə də eyni qaydada bütün Elm və Təhsil Nazirinə tabe qurumlar məlumat verəcəklər bununla bağlı ki, neçə sınaq olacaq və sınaqlar necə keçiriləcək. Çox sağ olun ətraflı məlumat üçün. Bir daha öz təşəkkürümü bildirəm Muxtar müəllim sizə və Sona xanım sizə də öz dərin təşəkkürümü bildirirəm. Çox sağ olun. Sağ olun, təşəkkür edirəm.